Əli bəy, demək, mənim əzizim, bu gün dərnəkdə sənin hazırladığın əl işlərinə biz baxırıq. Nümayiş elətdiririk onu. Zəhmət olmasa əl işlərini hazırlama qaydalarını bizə başa sal, de. Mən burada bir dənə maşın düzəltmişdim. Mən təkərləri söktüm, bura qoydum. Mən sonra burada da yemək yeridir. Bəli, bəli. Mən burada da ağaçlar, şeylərimdir, dirəklərim. Hə, işıq dirəklərim. İşıq dirəklərimiz çox qəşəngdir, amma sadəcə olaraq mənim yaşadığım İxtiyar Qasımov küçəsindəki işıq dirəklərinə oxşayır. Cəmsi 2 dənə dirək var, hərəsi bir tərəfə yıxılır. Bu da işıqlandırma idarəsinin əl işlərindən asılı olan bir şeydir. Buyur. Burada da ağaçlarım var. Mən burada məhəlləli evin, ilk binanın mən roliklərdir. Mən burada da balaca mərdiven qoymuşam. Qəşəng. Mən sonra burada da ev... Demək, o roliklərdə hər etaj üçün balkondan asılan roliklərdir. Əla. Yaxşı. Burada da ev var. Mən bu evi salmamışam. Burada da balaca... Əli, sənin ümumiyyətlə əl işlərinə mən baxıram, çox yaradıcı qabiliyyətin var. Düzdür, biz səni lazımi səviyyədə təmin edə bilmirik. Atıqlardan istifadə edərək hazırlayırsan hər dəfə bu şeyləri. Bizə də müəyyən avadanlıqlar lazımdır. Süleyman, sənin də əl işlərin məni qane eləyir. Oğlum, sən də bu texniki avadanlıqlarla səmərəli istifadə edə bilirsən. Allah yaradır. Bu bir qrupadır. Dərnəkdə mövcud olan az yaşlılarımızın bir qrupasıdır. 4 nəfərdən ibarət. Bunlar birgə zəhmət çəkirlər. Hər birinizə minnətdaram. Demək, qrupun rəhbəri də Əli bəydir. Gözəl oğlan, yaraşıqlı, həm də çox yaradıcı bir insandır. Sağ olun.